Salam cənab treyderlər və investorlar. Layihə sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir parametri biraz daha ətraflı öyrənəcəyik. Lazım gələrsə onu dayandıra bilərsiniz. Sözü gedən korporasiyanın bütün göstəricilərini diqqətlə öyrənə bilərsiniz. İndi isə şirkətin cari fundamental göstəricilərini təhlil edək. Biogen Inc. Ticker BUB. Bu rəy o vaxtki cari məlumat əsasında yaradılmışdır. 29 Mart 2025-ci il. Təsnifata görə Guru Markets təşkilat Biogen Inc. alt kateqoriyaya aiddir. Neuro qiymətləndirmədə 67 şirkət iştirak edir. Bu çox təmsilçidir. Bu videonun nəticələrinə əsasən verilən qərarlara baxın. Şirkət üçün ümumi nəticə belədir: 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta bal 1,5 baldır. Geniş baxsanız, bütövlükdə birja daxilində. Siz görə bilərsiniz ki, ümumilikdə bütün bazar üzrə orta xal 1,9 baldır. 8 xalla qarşı-qarşıyadır Biogen Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Biogen Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. Biogen Inc. -34,7% dinamika göstərib. Alt kateqoriyada qiymət dinamikasına qarşı 9,2%. Bu açıq-aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Biogen Inc. 20,26 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 77 milyard dollardır. Biogen Inc. 26,317% paya malikdir. Bu, alt kateqoriyada liderlərdən biridir. Şirkətin balans kapitallaşması 16,71 milyard dollar həcmində qiymətləndirilir. 31 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə Biogen Inc. 54,431% pay təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Biogen Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 26,317% təşkil edir. Balans dəyəri 54,431% təşkil edir. Bu da bazar dəyərinin payından 107% çoxdur. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı, 1 bal. Təşkilatın borcları 6,686 milyard dollar təşkil edir. Balans dəyərinə qədər maliyyə öhdəlikləri kapitalın 40%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri üçün bal, yaxşı, 1 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 12,4. Alt kateqoriya ortalaması 0 alt kateqoriya üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə yaxşıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 1,633 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 2,107 milyon dollar olacağı gözlənilir. İndikindən 29,1% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2,2. Alt kateqoriya üzrə orta göstərici 4,7-dir ki, bu da alt kateqoriyadan 53% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar dəyərinin gəlir göstəricilərinə qiymətləndirilməsi yaxşı, 1 bal. Son 12 ayda gəlir 9,270 milyon dollar olub.
Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 11,960 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 29% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək satış həcmlərinin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Satış marjası 17,6% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici -15,3%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 32,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 44,512% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 69% çoxdur. Və bu, şirkətin bazar dəyərindəki balanssızlığı əks etdirir. Biogen Inc. çox güman ki, qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən kapitalın miqdarı 2.663 min dollardır. Alt kateqoriya üçün isə 4.505 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 40,9% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin məbləği 214,6 min dollardır. Alt kateqoriyada orta göstərici ilə -145,4 min dollar. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 360 min dollardır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin hər bir işçisinin gəliri 1218 min dollardır. Alt kateqoriyada 951 min dollar var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 28%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin hər bir işçisinə düşən satış həcminin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Qısa müddətli səhmlər %2,3, alt kateqoriya üzrə ortalama %5,7 ilə müqayisədə. Bu, qısa bir sıxılmanın mümkün riskinin göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %43 səviyyəsini göstərir. Biogen Inc. Alt kateqoriya üçün bu səviyyə 51%dir. Potensial olaraq, alt kateqoriyanın qiymətli kağızları şirkətin qiymətli kağızlarından daha yüksək qiymətləndirilir. Biogen Inc. Şirkətin indiki səhm qiyməti təxminən 138 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 194 dollardır. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 40%dir. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə səhm qiymətləndirmə məlumat və arayış sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Təhlili nəticəsində Biogen Inc. Səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Video icmal olduğu üçün sifarişi açmayın. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun. Guru Markets.